Bu alim tarixçidir Dmitri Savramat. Bu həmişə neçə illərdir bütün araşdırır, yəni dünyaya tanıtdırır ki, Türk tarixini, Azərbaycan tarixini, yəni bütün düzgünü araşdırıb qoyur ortaya. Ki Rusiya hardan gəlib, hardan necə əmələ gəlibdir. Ruslar bugün deyir ki, Tatarya, nə bilim, ümumiyyətlə türklər olmayıblar, Qazaxıstan olmayıb, biz onları yaratmışıq, biz dünyaya gətirmişik. Döyüşlər olmayıb, Kulikov olmayıb, nə bilim, Qrozna, hamısı deməli yalandır. Türk millətləri olmayıb. 36 dənə deməli dövləti olanı, hansı ki 20-dən çox dövlətlər Rusiyadadır. Bu nə deməkdir? Bu türk deyil, ruslar gör. Bu ona görə araşdırır, hər şey bu rusların da acığına gəlir. Ancaq bir şeyi burada o düzgün deməli demir. Bu deyir ki, Persiyadan erməniləri köçürdüblər İrəvana. Bu köçürtməyi düzgün deyil də, yəni erməniləri oradan köçürdü. Ancaq nə Persiya? Ay Savramat, ay qardaş, axı sən özün bilirsən ki, bu Pers Türk deməkdir. Pers dövləti olmuyor. Axı 1830-da Səfəvilər, Osmanlılar olub. Pers nədir? Ay kişi, bunu hamı deyir, bax bu Saldafonu 1925-də gətirdilər, şah elədilər. Bax bu Saldafon əskər də Pəhləvidir, bu alçağı. Gətiriblər hakimiyyətə. Axır bu alçalar 1830-da bu qaraçıları gətirdilər Avropadan, qaraçıları gətirdilər, o yerləşdirdilər. Fars dövləti olmuyor, Türk dövlətidir. Sonra başa düşmür ki, Cənubi Azərbaycanda da bu bütün erməninin hansı məntiqə, bilmirəm, hansı çərçivəyə yerləşir. Məntiqlə mən başa düşəmirəm. Burada məntiq var. Bu Təbrizdən, Tehrandan götürüb İrəvana erməni gətirsin. Bu ümumi Türk torpağında da. Bu onda bu köçürtmək deyil axı. Başa düşdünüz, bu hansı məntiqə sığışır? Burada məntiq var. Bakıdan deməli aparım Şəkiyə, bilmirəm, Bakıdan Gəncəyə, Naxçıvana erməni köçürdüm. Buna köçürtmək deyirlər, bu köçəri sayılır. Ay kişi, bir ölkənin içində köçəri demək olar, bir ölkədə şəhərdən şəhərə nə mənası var onu ora köçürtmək nədir? Görürsünüz, bu Persiya dövlət kimi artıq bu dövlət sözü gətirir çıxır ki, yəni başqa dövlətdən deməli Azərbaycana erməniləri köçürdüblər. Burada bu Savramat düzgün sözündə bu başa düşməyib. Yəqin başa düşmür. Bu çox gözəl bilir ki, Fars milləti hakimiyyətə 1830-da quberniya yaradıb o Farslardan, o qaraçılardan. Farsları da özü də bilir, Makedonski məhv eləyibdi eramızdan əvvəl. 3-cü əsrdə eramızdan əvvəl. Ümumiyyətlə Farslar elə demirlər, elə araşdırırlar ki, heç o millət yoxdur. O dil var. O millət yox olub da, yəni bunu Makedonski məhv eləyibdi. Makedonski məhv eləyib. İndiki bu qaraçılardır, bunu da Fransada etiraf edib ki, biz gətirdik. Stalin də 1925-də kömək elədi. Bax bu alçağı gətirdi, bu əskəri şah elədilər. Vəssalam, 100 ildir bunlar dövlət olublar. İndi bizi bunun indi deməli nəvəsi istəyir gələ məhv eləyə. Hansı ki onun Qacarın başını kəsənlər gəlməlidir. Qacar şahın başını niyə kəsmədi? Qacarın budur, nəsli burada durub. Babək Mirzə Şahzadə bütün Amerikada, dünyada bilir. Niyə bu gəlməsin?
Bunu məhv eləyib də. Bunu gəlib öldürüb yerinə oturubdu da. Bu öldürüb oturub Şaulub. İndi bunu deyir gəlsin. Hansı ki bu gəlməli də bu. Qanuni qaytarmalıdırlar hakimiyyəti. Bax bu Türkiyə, Babək Mirzə. Bu da olmasın. Mən demirəm bunlar olsunlar. Bunlar olmasınlar. Seçki getsin. İranda seçki getsin. Kim indi hansı bir türk oğlu qalib gələr da. Amma türk olmalıdır. Türkün torbalıdır. Ha bu Savramat da burada pes sözünü bax bu düzgün eləməyib, çaş-baş salıb da. Bu araşdırıb ki, bütün rusları hardan gəlib, Rus millətinə İsveç alimləri, tarixçiləri Pyotr I-nin xahişi ilə Rusiya tarixi yazıblar. Və İsveç alimləri fikirləşib ki, hansı tarixi yazacaq ki, Pyotr I-yə ləzzət versin, razı qalsın da. Pyotr I-yə necə eləsinlər ki, razı olsun ki, hə, bax deyir, bu nağılı İsveç deyir. Və bunlar da deyir ki, Savramat Rus tarixinə nağıl düşünüblər. Kulikovdur, Poltavdır, budur, döyüşlər. Aleksandr Nevskini hamısı deməli türk. Bir-birinlə türklər döyüşürmüş. Bunları götürüb o yazıblar ruslara. Bax belə ona görə Rus milləti. Bilinmir nə millətdən olandılar. Hansı millətdən deməli yığma komanddır. Eşidibsiz yəqin ki. Bax bu qədər deməli Savramat o haqda məlumat verir. Yəni Azərbaycanın türkün tarixinin bu dəqiqə ən dünyaya çatdıran bu da iş. Bizimkilər eləmir ha. Bunlar eləyir. Ay kişi, baxın. Bax bu qardaş deməli nə deyib? Baxın da elə ruslar deyir ki, Rus deyirsiniz da. Bunlar da birinci o deyir süpürgə Bakını təmizləyənlərdir. Bax bunlar da. Bu milləti deyir ki, qurucu, ağıllı, yaradıcı millət deyirlər. Hansı ki, iylənmiş o deyir, hamamı tikiblər ki, bunlar iylənməsin. Bakıda da süpürgəni veriblər ki, təmizliyi öyrənir. Bax bu 1901-ci ildir. 1899-dur. Ruslardılar. Deyir, biz Azərbaycanı qaldırmışıq. Baxın, görün kimlər qaldırıb gəlib. Bizə sağ ol deməkdən, biz xilas etmişik bunları, təmizliyə gətirmişik bunları. Onu da Savramat da onu deyir, bax, bir qədər, yəni bilir.